Esselamu Aleyküm değerli izləyicilərimiz, günümüz xeyirli bərəkətli olsun. Deməli, Balakən şəhərinin ən gözəl, ən güşəli kəndlərindən biri olan, hamının tanımadığı, amma bütün yolların bu kənddən keçdiyi kənd nədir? İvanov kəndində. Göstər zəhmət olmasa, qəşəng dağların ətəyində, dağların qoynunda, həyatda qəşəng 60 dənə samovar da qoyub, dağın mənzərəsini, çayını çıxsan, kebabını çəkirsən, yaşayış ayala, özü ev su qiymətinə. Zəhmət olmasa baxın, mən inşallah qiymətə qeyd edəcəm. Çöldən zaboru göstər, hasarı deyəcək. Göstər ətrafı göstər, qardaşım bax. Çöldən hasar. Kəsmə daşdır, qəşəngcə əla vəziyyətdə. Baxın, belə göstər, qardaş göstər. Girişində qəşəng dəmir qapılarıdır, göstər. Qaz, su, işıq, internet, hər bir şey var, necə lazımdır. Marşrut nə qədər var? Zaktala, İtitala, Kortala, İvanovka, Zaktala marşrutlar və Balakən marşrutları hamısı buradan keçir. Yəni zəhmət olmasa, mağazalara və digər əhəmiyyətli yerlərə daha da yaxındır. Deməli, giririk həyətə inşallah. Burada heç kim yaşamır. Heç kim yaşamır. Mən onu demək istəyirəm. Yəni yaşayış yoxdur. Göstər, sağdan başla qardaş göstər. Ay, sağ ol. Benəfsə göstər. Deməli, təxmini olaraq 12 sot həyətyanı sahəsi var. 12 sot torpağı var. Həyətində baxın, növbə-növ meyvə ağacları var. Qardaş, ya bura zəhmət olmasa, buradan opşimdən evin qabağını göstərəcək. O yəni diri göstərək, keçəcək evin içərisində inşallah. Ev natamam təmirlidir, yəni evə təmir lazımdır. Evin çöldən görünüşü budur. Bir daha demək istəyirəm ki, Balakən şəhərinin İvanov kəndində çox gözəl mənzərəsi olan həyət evidir inşallah. Bax, çöldən evin görüntüsünü göstər qardaş. Göstər, belə göstər. Ya bu yanına göstər, gün düşür deyəsən qardaş. Ya bu yanına belə göstər, zəhmət olmasa. Münasib qiymətə, Allahın izni ilə çox ucuza verəcək inşallah. Göstər, ay sağ ol. Deməli, burada da belə bir ərazisi var qardaş. Belə bölünüb bu torpaq sahəsi. Baxın, belə göstərim. Burada təsərrüfat üçündür, əkin biçin üçün, nə bilim, hər şeydə, yəni gündəlik nə istifadə olan təsərrüfat varsa, pomidordur, xiyardır, qabaqdır, qarpuzdur, hər bir şey. Gəl ətrafı buranı göstər, qardaş, zəhmət olmasa. Çox gözəl qonşular da var. Şəxsən, bunu demək istəyirəm ki, doğrudan da çox gözəl cəmaat var bu kəndinin, çox mehriban, çox qəşəng inşallah. Belə fırra göstər, zəhmət olmasa buranı. Ay, sağ ol. Keçək yeni evin içərisinə, işte qardaş, zəhmət olmasa. Bir daha demək istəyirəm ki, Balakən şəhərinin İvanov kəndində təxmin olaraq 12 sot torpaqla bir yerdə elə bir ki, torpaq satılır, ev sənə pay verilir də, elə bir şey çıxır inşallah. Yəni zəhmət olmasa, baxın. Buradan deməli ev təxmin olaraq yerdən 2, 3. İşte buradan yeri 3. Birəkən yuxarıdadır, yəni zəhmət olmasa. Gəl zəhmət olmasa. Girişdə bir dənə belə bir otaq var. Divarlarda belə emulsiyalıdır, gördüyünüz kimi. Qəşəng yəni pisdir. Bu yandan üçüncüdən fırlan, zəhmət olmasa qardaşım. Ay, sağ ol, qəşəng. Gəlin keçək bir otaq Allahın izni ilə. Deməli, ümumi 2 otaq, 3 otaq gedir, yəni bura inşallah. Baxın, girişdə belə bir otaq var. Buranı və ya bayaq göstərəm deyə salon mətbəx kimi istifadə edə bilərsiniz və ya buranı oturma otağı kimi istifadə edə bilərsiniz. Şöyle göstər qardaş, zəhmət olmasa, ətrafı göstər. Ay, sağ ol, qəşəng. Otağı göstər, fırlar qardaş. Aşağı yuxarı fırlar yeri. Deməli, bu keçirik digər otağa. Burada da bir dənə belə otağımız var. Gəlin zəhmət olmasa. Ay, qəşəng. Fırlar, qəşəng göstər qardaş. Deməli, təklif olunur, cəmi 17 minə təklif olunur qardaş. Buranın qiyməti 17 minə təklif olunur. Əlbəttə ki, qardaşımız sizə nə edəcək? Qəşəng endirim edəcək Allahın izni ilə. Bir daha demək istəyirəm ki, Balakən şəhəri İvanov kəndində təxmin 12 sot torpağı var. İçindən bu evlə bir yerdə ev sənə bir ki, pay veriləcək inşallah. Sənədləri qaydasındadır. 17 minə təklif olunur. Yaxşı da endirim olacaq. Allah nazir mülkünüzə bərəkət versin. Esselamu Aleyküm.